İndi hardadır, nə edir? Bir onu bilirəm ki, Elman aşdan 100% yeməyəcək. Çünki bunu mən yeməsəm də götürüb aparacağım. Amma ev yiyələrdə... Allah xoşunuz olsun, apararsınız. Sağ ol, sağ ol. Amma belə bir söz var da, deyirlər, yedi var. Yemək var, apardı yox. Sağ ol. İkinci qan təzyiqi, güclü qan təzyiqi. Bunu heç bir düzdür, həkim də lazımdır. Hakim bu meyvənin dəymişindən doşab düzəldirlər. Bəhiməz. Doşab. Mən eşitmişdim doşab tutdan olur, hazırlanır. Bu karalyokdan doşab hazırlandığını sözünüzü bir dəfə də eşidirəm. Düz deyirsiniz. O tut bəhməzi yenə dedim, qaraciyar, qan azlığı. Karalyok bəhməzi təzyiqi aşağı salır. Deməli, axşam güclü yer. 100 qram suya 30 qram doşab bəhməzini qat, iç. Yeməkdən sonra yat. Səhər dur təzyiqi ölç. Gör hər gündəkillə bugünkü gündə fərqi var, yoxdur. Alacan, sənin adın nədir? Oruç. Oruç, gəl bura görüm, Oruç. Gəl bura görüm. İç sənin itin. Bəli. Şeir bilirsən, Oruç? Bəli. Nə bilirsən? Danış bana. Ey vətən, ana vətən, heyranam sənə vətən. Dupduru göllərimiz var, yamyaşıl çöllərimiz var. Dağlarım baş-başadır, dərələrim dərindir. Yaraqlarım səndir. Nə gözəldir, bütağım da olmadın ocağım. Nə gözəl, nə gözəl. Oğuzət müəllim, bax, verdiyiniz bu maraqlı məlumatlara görə sizə öz təşəkkürümüzü bildiririk. Yorulmayasınız, işinizdən də eləməyək. Bizim də elə qarşımızda kəndi gəzirik. Mən bizim aparıcımız Rəşadla görüşməliyəm kəndin ayağında. Gedim, mən gecikirəm həmişə, o məndən biraz tez gəlir, həmişə mən gecikirəm. Gedim görüm, əgər çata biləcəksiniz, bu dəfə də mən tez gedim. Çox sağ ol. Bunu deyəsən, hamısını mənə hazırlamışsınız. Yaxşı, yaxşı. Onda belə də. Pərvanə xanım, bu mənə çatacaq bir şeydir. Mən götürdüm, ya Allah, getdim. Təbii ki, bunların hamısı bir zarafatdır. İnan, istəsəm də, istəsəm. Mənim adım çıxıb, yalandan. Siz nəyə görə? Deyirlər, abi, belə köksən, bu oyda yeyirsən, Yalan deyək, köklər yemir. Nəhayət ki, mənim tərəfimi saxlayan insan oldu. Doğrudan, mən azmaz yerim, bir az. Hər halda aşın iyisindən danışım, qoxusundan danışım. Çox təravətlidir, çox gözəl qoxusu var. İstəyərdim, hörmət tamaşaçılar, siz də bunun dadına baxasınız. Amma təəssüf, nə siz, nə Elman bunun dadına baxa bilməyəcək, çünki bənik və söhbətlər. Hörmət tamaşaçılar, bu da verilişin sonu. Mən artıq görüş nöqtəsindəyim. Elmanı gözləyirəm demiş. Adın çək, qulağın bur, gəldi. Necə buraxsan qulağımı? Sağ ol, yaxşı. Keçildi bu. Necə gəzdin? Rəşad, çox yaxşı gəzdin və mən bu günləri Rəşadın uzaq görənliyinin şahidi oldum. Deməli, nədir? Səhər gələndə, biz bura gələndə kənddə əməlli başlı soyuq var idi, duman idi, çən idi. Rəşad qol açıq gəldi, mən dedim ki, Rəşad soyuq olacaq, get əynivi qalın giyin. Rəşad mənə dedi ki, yox, gün orta isti olacaq, mən buraları yaxşı tanıyıram. Mən deməli, özdə gəzirdim Rəşad, inandırım sən ki, isti kələyimi kəsdi. Elədir ki, var, hörmət tamaşaçılar, amma səhər soyuq deyildi. Neysə, elə bu xoş notlarla biz sizinlə sağollaşırıq. İnşallah gələn kəndimizdə görüşənədək. Sağ olun. Sağ olun.